Salam, Biologiya 8-ci sinif 2-ci yarım il üçün böyük summativ tipli suallar, izahlı. Onu da deyim ki, çox saylı izləyicilərimin xahişi ilə bu sualları tərtib elədim. Birinci günə qədər təhvil verməyim lazım idi. Baxırıq, birinci sualda. Bir də hidrogen rabitəsi onu nəhəng molekula çevirir. A variantında verilibdir metan, B-də verilib karbohidrat, C-də verilib su, D-də yağ. Bildiyiniz kimi hidrogen molekulası su. Hidrogen rabitəsi su molekulunu nəhəng molekula çevirir. Odur ki, birinci üçün variantımız C olacaqdır. Düzgün variant, onu da deyim ki, düzgün variantlar ikinci səhifədə verilibdir. Axıra qədər izləsəz, düzgün variantların, yəni variantların düzgün cavablarını orada görə bilərsiniz. İkinci sualımız, üzv birləşmələrin skeletini təşkil edən kimyəvi element hansıdır? Bildiyiniz kimi, üzv birləşmələrin tərkibində karbon kimyəvi elementi mövcuddur. Ona görə də ikinci üçün doğru cavabımız B variantı olacaqdır. Üçüncü sualda fermentlər kimyəvi tərkibinə görə, bildiyiniz kimi fermentlər kimyəvi tərkibinə görə zülallara aiddir. Odur ki, bax, D variantında cavab verilibdir, zülallar. Sonra nukleidlər ibarətdir. Bildiyiniz kimi nukleidlər nuklein turşularının tərkibinə daxildir. 3 hissədən ibarətdirlər. Burada göründüyü kimi, amma birinci azot əsası, ikinci 5 karbonlu karbohidrat pentoza, üçüncü isə fosfat qrupundan təşkil olunubdur. Beşinci suala baxırıq. Tədricən qızır, tədricən soyuyur, yerdə temperaturu mülayimləşdirir. Bildiyiniz kimi, belə bir xüsusiyyət su molekuluna aiddir. Odur ki, B variantında verilibdir. Altıncı suala baxırıq. Bir qədər bunu yuxarı qaldırım. Altıncı sualda su potensialı termini nəyi ifadə edir? Çoxlu su potensialları, çoxlu su molekulaları olan məhlul yüksək su potensialına, az su molekulu olan məhlul isə aşağı su potensialına malikdir kimi qeyd oluna bilər. 7-ci sualda hüceyrə az su potensialı olan bir məhlulda yerləşdirilərsə nə baş verər, onu qeyd etməliyik. Bax, burada 7-ci sual üçün yazacaq su. Osmos yolu ilə hüceyrəni tərk edər. Plazmoliz baş verər kimi yazılmalıdır. 8-ci sualda fotosintezin sürəti suyun miqdarı artdıqca qrafik olaraq artarsa, bu davam edir 15-70% suyun miqdarı olana qədər və sonradan sabit qalma səbəbləri nələr ola bilər? Bildiyiniz kimi, bu asılıdır xloroplastın miqdarından, xlorofilin miqdarından, sitoplazmanın tərkibindən, yarpağın anatomik quruluşundan və yarpağın yaşından. Bax, bura onları qeyd eləyə bilərik. Bildiyiniz kimi, fotosintez prosesində istifadə olunan su molekulu xarici amil kimi götürülür. Amma fotosintez sürəti təkcə xarici amillərdən deyil, həm də daxili amillərdən ibarətdir ki, onu da qeyd elədik ki, xloroplastın miqdarı, xlorofilin miqdarı və s. kimi qeyd elədik. Bax, burada yenə cavabda axırda bunları qeyd etmişəm. Oradan da götürə bilərsiniz. 9-cu sualımız üçün baxırıq. Onurğasız heyvanlara aid olsa da, qapalı qan damar sisteminə malik olan hansı heyvandır? Bildiyiniz kimi, hörümçəkdə açıq qan damar sistemi, ilbizdə açıq qan damar sistemi, anadontada da yenə açıq qan damar sistemi mövcuddur. Bizim cavabımız olacaqdır D variantı soxulcan. Bildiyiniz kimi, həlqəvi qurdlarda qapalı qan damar sistemi mövcuddur. 10-cu suala baxırıq. Ürəyin işi zamanı hansı fazada
taylı və aypara qapaqlar bağlı olur. Bildiyiniz kimi ürəyin içində 3 faza, birinci, ikinci, üçüncü fazalar mövcuddur. Üçüncü faza ümumi diastola adlanır ki, bu zaman həm taylı, həm də aypara qapaqlar bağlı olmuş olur. 11-ci sualımızda limfa dövranının qan dövranından fərqli cəhətləri hansılardır? Bildiyiniz ki, limfa mayesi limfa dövranında dövr etmiş olur. O sonda qana qarışır, qan plazmasına qarışır və limfa mayesi rəngsiz olur. Rəngsiz olmaqla yanaşı, limfa dövranında kapilyarlar da bir tərəfdən qapalı olur. Bax, belə qeyd eləyə bilərsiniz. Sonra 12-ci sualımıza baxaq. 12-ci sualımızda verilmiş hansı damarlar insanın böyük qan dövranına aiddir? Böyük qan dövranına daxil olan olacaqdır aorta. Bildiyiniz kimi ağciyər venası kiçik qan dövranına aiddir. Ağciyər çötüyü də kiçik qan dövranına aiddir. Və böyük qan dövranına aid olacaq bir də aşağı boş vena. Odur ki, 13-cü üçün birinci, yəni aorta və axırıncı və 4-cü yazılan D variantı aşağı boş vena düz kimi götürülməlidir. A-dan B götürülməlidir 12-ci sual üçün. Baxırıq 13-cü sualda tənəffüs havası necə qeyd olunur? Bildiyiniz kimi tənəffüs havası deyəndə nisbi sakit vəziyyətdə alınan 500 kub santimetr hava nəzərdə tutulur ki, o da ilə sadəcə tənəffüs havası kimi ifadə olunur. D variantında göstərilibdir. Tənəffüs havası kimi 13-cü D variantı olacaqdır. 14-cü də soruşulur. Növün adı üç yarpaq yonca hansı sistematik kateqoriyalara aiddir? Bildiyiniz kimi, əgər növ üç yarpaq yoncadırsa, növdən sonra cins gəlir. Cins olacaq yonca. Sonra fəsilə gəlir. Fəsilə olacaq paxlallar. Sonra sıra gəlir. Sıra olacaq paxla kimilər. Bax, bunlar burada qeyd olunmalıdır boş yerdə. Sinif olacaq ikiləpəllər. Sinifdən sonra şöbə gəlir örtülü toxumlular. Aləm olaraq bitkilər aləmi kimi qeyd olunmalıdır 14-cü sualımız üçün. 15-ci sualda Panthera tigris Azərbaycan dilində növün adını yazın. Bu da olacaqdır amur pələngi kimi qeyd olunmalıdır. Yenə qeyd edirəm ki, doğru variantlar, bax bu gördüyünüz kimi, indi mən bir qədər yuxarı qaldıracaq səhifəni görərsiniz. 2-ci səhifədə bax bu cavablar qeyd olunub ki, özünüzü daha yaxşı yoxlaya bilərsiniz. Əvvəl suallara baxın, qeydləri edin, səssizə alaraq, sonra isə özünüzü bax 2-ci səhifə ilə yoxlamış olarsınız. Bu qədər, sağ olun.